Hazırlaşaraq 2-3 gün əvvəl başıma gələn bir hadisədən danışmaq istəyirəm sizə. Bir neçə gün bundan əvvəl getmişəm Crescent Mall-a. Orada çox məşhur kosmetik bir mağazaya girdim. Mən ümumiyyətlə çox vaxt kosmetikalarımı Sephora-dan alıram, yəni sifariş edirəm və ya xarici ölkədə olanda oradan alıram. Amma məhsulu tapmayanda təbii ki, burdakı mağazalardan da baxıram. Və bu səbəbə görə mən burdakı qiymətlərdən xəbərim yoxdur. Və mağazaya girdim. Mağazada bir xanım yaxınlaşdı mənə ki, mən də ona nə istədiyimi dedim. Onlarda olmadığını dedi və başqa bir məhsula baxdım. Kombindən də uzaqlaşmayaq. Bu katan jiletin altına bu yubkanı geyinəcəm. Və xanımdan həmin məhsulun qiymətini soruşdum. Bir də əlavə başqa bir məhsulun qiymətini soruşdum. Aksesuar, ayaqqabı və yenə aksesuar. Qiymət soruşana qədər xanımda hər şey okey idi. Qiymət soruşandan sonra xanımın üz ifadəsi dəyişdi və açığı desəm bu mənim xoşuma gəlmədi. Yəni, onsuz da bu məhsulu almaq istəyirəm. Sadəcə qiymətini soruşub mənə maraqlıdır ki, Sephora-dakı ilə burdakının fərqi nə qədər? Yəni 100 manat da fərq olsaydı mən onsuz da onu alacaqdım. Burada itirən mən yox, xanım və həmin mağaza oldu. Mən ki, həmin xanıma qarşı, yəni sən satıcısan, sən bunu eləməlisən, cavab verməlisən, mənə qulluq eləməlisən deyə yanaşmıram axı. Demək ki, siz xanımlarda biz qiymət soruşanda elə yanaşmamalısınız. Çox istəyirəm həmin xanım bu videonu görsün və nə demək istədiyimi anlasın. Kstati, bu kombinimi dünən Şafa xanımda görmüşəm və çox bəyəndim. Dedim bu məhsullar məndə də var. Niyə də bu kombini eləməyim? Hansı sferada çalışdığımıza baxmayaraq bir-birimizə qarşı hörmətli və mədəni olaq xanımlar.